Hər vaxtınız xeyir. Bugünkü mövzumuz sintaktik əlaqələrdir. Ümumiyyətlə sözlər, cümlələr arasında və yaxud söz birləşmələri arasında müəyyən əlaqələr olur ki, onlardan birincisi məna əlaqəsidir. Məna əlaqəsi. Məna əlaqəsi nədir? Sözlərin məna cəhətdən bir-birinə uyğunlaşması deməkdir. Yəni məna əlaqəsi dedikdə elmi dildə belə izah edək ki, əşya ilə onun xüsusiyyətləri arasındakı əlaqə. Əşya və onun xüsusiyyətləri arasında əlaqə nəzərdə tutulur. Məsələn, deyirəm ki, Aynur yazır. Burada görürsünüz, Aynurun yazmağından söhbət gedir. Amma iki dənə fərqli mənalı, yəni bir-birinə məna cəhətdən yaxın olmayan sözləri yan-yanaşı gətirsək, bunlar nə olacaq? Söz birləşməsi olmayacaq. Yəni biz söz birləşmələrini keçəndə dedik ki, söz birləşmələri arasında həm məna, həm də qrammatik cəhətdən əlaqə olmalıdır. Yəni bunların ikisi də gözlənilməlidir. Məsələn, quzu və oynayır sözünü. Oynayır yox, quzu və sarı sözünü. Quzu sarı. Bunları yan-yana qoyanda görürsünüz, məna cəhətdən bir-birinə əlaqəyə girmir. Girmədiyinə görə bunlar arasında məna əlaqəsi olmur. Yəni biz söz birləşməsini keçəndə dedik ki, söz birləşmələri arasında məna və qrammatik cəhətdən əlaqə olmalıdır. Bu məna əlaqəsi. İkinci əlaqə isə sintaktik əlaqədir. Sintaktik əlaqə. Sintaktik əlaqə nədir? Sintaktik əlaqə söz birləşməsi və cümlədə sözlərin qrammatik bağlılıq əsasında birləşməsinə deyilir. Yəni söz birləşməsi və cümlədəki qrammatik bağlılıq nəyi yaradır? Sintaktik əlaqəni yaradır. Sintaktik əlaqə adlanır. Sintaktik əlaqənin iki növü var. Tabelilik əlaqəsi. Bir də var tabesizlik əlaqəsi. Bir tabelilik, bir də tabesizlik əlaqəsi. Deməli, sintaktik əlaqənin neçə növü oldu? 2 növü oldu. Tabesizlik əlaqəsi nədir? Tabesizlik əlaqəsi qrammatik cəhətdən bərabər hüquqlu sözlər və cümlələr arasında olur. Biz cümlədə həmcins üzvlər keçəcəyik ki, həmin o həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Ümumiyyətlə, tabesizlik əlaqəsini biz harada görəcəyik? Sadə cümlədə həmcins üzvlər arasında görəcəyik və bir də tabesiz mürəkkəb cümlədə olur bu tabesizlik əlaqəsi. Deməli, tabesizlik əlaqəsini harada görəcəyik? Həmcins üzvlərdə, məsələn, yazaq Aynur və Aysel qonşudur. Nədir qonşudur? Kim? Aysel. Kim? Aynur. Görürsən, burada Aynurla Aysel həmcins mübtədələrdir və həmcins mübtədə olduğuna görə bunlar arasında tabesizlik əlaqəsi var. Və tabesizlik əlaqəsi olan sözlərdə həm bu tərəfdə, həm də bu tərəfdə bu şəkildə hər iki tərəfdə, hər iki başında ox işarəsi olan xəttlə göstərilir. Yəni bunlar tabesizdir. Nə Aynur Ayseldən, nə də Aysel Aynurdan aslı tərəf deyil. Hər ikisi bərabər hüquqlu tərəf adlanır. Bir də biz bunu tabesiz mürəkkəb cümlədə görəcəyik. Tabesiz mürəkkəb cümlədə də həmçinin hansı əlaqə olacaq? Tabesizlik əlaqəsi olacaq. Yəni tabesizlik əlaqəsi olan sözlər arasında və yaxud cümlələr arasında aslı və əsas tərəf anlayışı yoxdur. Burada hər iki tərəf bərabər hüquqlu adlandırıldığına görə ox hər iki başda göstərilir. Yəni iki başlı göstərilir, belə deyək. Bir də var tabellik əlaqəsi. Bəs tabellik əlaqəsi nədir? Tabellik əlaqəsi sözün birinin digərindən asılılığı nəzərdə tutulur və yaxud cümlənin birinin digərindən asılı olduğu nəzərdə tutulur. Bir tərəf digər tərəfi aydınlaşdırır, izah edir. Tabellik əlaqəsinin 3 növü var. Uzlaşma əlaqəsi, yanaşma və idarə. Deməli, tabellik əlaqəsinin neçə növü oldu? Uzlaşma, yanaşma, idarə əlaqəsi. Tabeli tərəfdə dedik, bir tərəf digərindən asılı olur. Və ox həmişə əsas tərəfdən aslı tərəfə yönlənir. Aslı tərəfdən əsas tərəfə yönlənir. Daha doğrusu, əsas tərəfdən aslı tərəfə. Məsələn, burada deyək, mən gəlirəm. Burada gəlirəm nədir? Əsas tərəfimiz, əsas. Mən isə, yox, daha doğrusu mən əsasdır, əsas. Bu aslı tərəfdir. Burada izah edəcəm nəyə görə bu aslı tərəf adlanır uşaqlar. Deməli, burada mən oldu əsas, gəlirəm aslı tərəf. Ox bu şəkildə göstəriləcək.
aslıdan əsasa doğru. İndi danışacağıq biz uzlaşma əlaqəsindən. Tabellik əlaqəsinin birinci növü olan uzlaşma. Uzlaşma əlaqəsi nədir? Uzlaşma əlaqəsini biz cümlə üzvləri arasında mübtadi ilə xəbərdə görürük. Mübtadi ilə xəbərdə. Məsələn, deyirəm ki, mən gəlirəm. Biz getdik. Nə edirəm? Gəlirəm. Kim? Mən. Getdik. Nə etdik? Kim? Biz. Mübtadi ilə xəbər arasında həmişə uzlaşma əlaqəsi olur. Cümlə üzvlərinə mübtadi ilə xəbər arasında. Yəni bir cümlədə mübtadi və xəbər varsa, orada uzlaşma əlaqəsi var. Mübtadi və xəbər varsa, uzlaşma əlaqəsi var. Və uzlaşma əlaqəsində ikinci tərəf aslı tərəf olur. Biz söz birləşmələri keçəndə dedik birinci tərəfə aslı, ikinci tərəfə əsas deyirik. Söz birləşmələri keçəndə bunu dedik axı. Amma uzlaşma əlaqəsində, yəni mübtadi ilə xəbər arasında olan uzlaşma əlaqəsində birinci tərəf əsas olacaq, ikinci tərəf aslı olacaq. Bu sadəcə uzlaşma əlaqəsi üçün keçərlidir. Mübtadi ilə xəbər arasında olan uzlaşma əlaqəsində gəlirəm olacaq aslı tərəf, yəni ikinci tərəf aslı tərəf, birinci tərəf də əsas tərəf. Ox da bu şəkildə göstərəcək. Aslıdan əsasa doğru. Bu uzlaşma əlaqəsidir. Uzlaşma əlaqəsinin göstəricisi nədir uşaqlar? Uzlaşma əlaqəsinin göstəricisi xəbərli şəkilçisidir, bir də mənsubiyyətdir. Deməli, uzlaşma əlaqəsinin birinci göstəricisi xəbərlik, görürsünüz. Mən gəlirəm. Burada mən mübtədə idi, gəlirəm xəbər idi. Xəbərli şəkilçisi, mənim şəkilçisi, getdikdə ilk şəkilçisi. Deməli, birinci göstəricisi nə oldu? Uzlaşma əlaqəsinin xəbərli şəkilçiləri, ikinci göstəricisi mənsubiyyət. Xəbərli şəkilçilərinə görə mübtadi və xəbər arasında, mənsubiyyət şəkilçisinə görə isə uşaqlar ikinci və üçüncü növ təyini birləşmələrdə, ismi birləşmələrin arasında da həmişə nə olacaq? Uzlaşma. Biz uzlaşma əlaqəsini taparkən nəyə diqqət edəcəyik? Cümlə keçəndə cümlədə deyəcəyik. Uzlaşma əlaqəsini bir cümlədə tapırıqsa, baxırıq. Cümlədə ikinci, üçüncü növ təyin söz birləşməsi varsa, onlar arasında bir uzlaşma əlaqəsi var. Mübtədi və xəbər varsa, orada da hökmən uzlaşma əlaqəsi var. Məsələn, ikinci növ təyin söz birləşməsi deyək, həyat qanunu. Dedik, ikinci növ təyin söz birləşməsi nədir? Birinci tərəf qeyri-müəyyənlik halda, ikinci tərəf isə mənsubiyyət şəkilçisi ilə işlənsin. Bir də üçüncü növ, həyatın qanunu. Üçüncü növdə isə birinci tərəfdə müəyyənlik halda, ikinci tərəf isə mənsubiyyət şəkilçisi olmalıdır. Yəni, həyat qanunu ikinci növ təyin söz birləşmələrdir. Bunlar arasında uzlaşma əlaqəsi var. Həyat qanunu, həyatın qanunu yenə üçüncü növ təyin söz birləşməsidir və bunlar arasında da uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsinin göstəricisi nə oldu? Xəbərli şəkilçiləri, mənsubiyyət şəkilçiləri. Mənsubiyyət şəkilçilərinə görə ikinci və üçüncü növ təyin söz birləşmələrinin arasında uzlaşma əlaqəsi tapırıq. Deyirik, uzlaşma əlaqəsi var. Xəbərli şəkilçilərinə görə isə mübtədə və xəbərə görə deyirik ki, uzlaşma əlaqəsi var. Deməli, yekun olaraq yenə təkrar deyirəm, uzlaşma əlaqəsini biz harda axtaracağıq? Əgər cümləni təhlil elədik, cümlədə ikinci və üçüncü növ təyini söz birləşmələri varsa, orada bir uzlaşma əlaqəsi var. Mübtədi və xəbər varsa, hökmən orada da bir uzlaşma əlaqəsi var. Göstəricilərini də qeyd elədik. Və uzlaşma əlaqəsində dedik, ikinci tərəf aslı tərəf, birinci tərəf əsas tərəf olur. Uzlaşma əlaqəsinin göstəriciləri də şəxs xəbəri şəkilçiləridir, qeyd etmişdik. Deyirəm ki, sən gəlirsən, nə edirsən, gəlirsən, kimsən? Görürsünüz, mübtədə və xəbər var. Deməli, bunlar arasında nə var? Uzlaşma əlaqəsi var. Və ikinci tərəfə aslı tərəf, birinci tərəfə əsas tərəf deyirik. Uzlaşma əlaqəsində ox aslı tərəfdən əsas tərəfə yönləndirilir. Bu uzlaşma əlaqəsi idi. Sonra biz danışacağıq burada nədən? İdarə əlaqəsindən. İdarə əlaqəsini necə tapacağıq? Əgər, baxın, bir söz birləşməsinin içərisində hal şəkilçisi varsa, orada hökmən idarə var. Söz birləşməsində hal şəkilçisini gördüksə, orada idarə əlaqəsi axtaracağıq. Ümumiyyətlə, idarə əlaqəsi nədir? İdarə əlaqəsi əsas sözün tələbi ilə aslı sözü ismin adlı halından çıxarıb başqa hallarda işlədilməsi. Yəni, başqa halların şəkilçisi nə idi? Hansıları idi? Yiyəlik, yönlük, təsirlik, çıxışlıq. Yəni, biz bir söz birləşməsində hər hansısa bir halın şəkilçisini görürsə, orada idarə əlaqəsini deyəcək ki, idarə əlaqəsi var.
evə gələn. Evə gələn söz birləşməsində idarə əlaqəsi varmı? Var. Çünki evə sözü yönlü haldadır. Deməli, idarə əlaqəsində də ikinci tərəf normal söz birləşmələrində nə edirdik? Deyirdik, ikinci tərəf əsas tərəfdir, birinci tərəf aslı tərəfdir. Bir dənə bu qaydanı pozan uzlaşma əlaqəsidir. Uzlaşma əlaqəsində mübtədə və xəbər olduqda birinci tərəfə əsas, ikinci tərəfə aslı deyəcəyik. Çünki mübtədə əsasdır, mübtədə əsasdır. İndi evə gələn, burada idarə əlaqəsi var və ikinci tərəfə əsas, birinci tərəfə də aslı tərəf deyirik. Məsələn, deyirəm ki, küçədən qaçan. Burada idarə əlaqəsi varmı? Var. Çünki hal şəkilçisi var. Hal şəkilçisi varsa nə deyirik? Deyirik, burada idarə əlaqəsi var. Və ikinci, üçüncü növ ismi birləşmələr dedik bayaq. Dedik ki, həyat qanunu, bir də var, həyatın qanunu. Həyat qanunu və həyatın qanunu söz birləşmələri bu ikinci növdür, bu da üçüncü növdür. İkinci və üçüncü növ ismi birləşmə arasında həm uzlaşma var, həm də idarə var, idarə əlaqəsi var. Baxın, həyatın qanunu deyirik. Nədir? Burada yəlik haldır. Deməli, aldıq haldan çıxıb, burada hal şəkilçisi varsa, burada nə var hökmən? İdarə var. Və həyat qanunu qeyri-müəyyən yəlik haldadır. Birinci tərəf qeyri-müəyyən yəlik halda olsa da buna da nə deyirik? Burada da idarə var. İdarə əlaqəsi var. Deməli, ikinci, üçüncü növ təyini söz birləşmələrini biz cümlədə harda görsək, orada hökmən bir idarə, bir uzlaşma götürəcəyik. İdarənin tapılma qaydası nədir? Söz birləşməsi daxilində hal şəkilçisi varsa, biz orada nə deyirik? Deyirik, idarə əlaqəsi var. İdarə əlaqəsində ikinci tərəfə əsas, birinci tərəfə aslı tərəf deyirik. Və ox necə göstərilir? Ox əsas tərəfdən aslı tərəfə. İdarə əlaqəsində ikinci tərəf əsas tərəf olduğuna görə ox bu şəkildə göstəriləcək. Yəni, aslı tərəfdən əsas tərəfə doğru. Bəs həyat qanunu və həyatın qanununda, həyat qanunu və həyatın qanunu söz birləşmələrində ox necə göstəriləcək? Ox həm bu variantda, həm bu variantda. Çünki ən adi bir dənəsini yazaq və bunun üzərində izah edək. Həyatın qanunu. Həyatın qanunu üçüncü növ təyini söz birləşməsidir. Burada uzlaşma əlaqəsi götürəndə birinci tərəf əsas olur, ikinci tərəf aslı olur. Çünki uzlaşma əlaqəsində birinci tərəf əsas sayılırdı, ikinci tərəf aslı sayılırdı. Yəni, ox aslıdan əsasa doğru gedəcək, uzlaşma əlaqəsindən danışırıqsa. Yox, həyatın qanununda dedik, həm də idarə əlaqəsi var. İdarə əlaqəsindən söhbət gedəcəksə, burada deyəcəyik, həyatın sözü aslı tərəfdir, qanun əsas tərəfdir və ox bu şəkildə gedəcək. Yəni, burada oxun həm bu şəkildə, həm bu şəkildə qoyulması doğrudur. Uzlaşma əlaqəsi desə, üçüncü növlə ikinci növün arasında dedik, həm uzlaşma, həm idarə var. İkinci və üçüncü növ təyin söz birləşmələri arasında idarə əlaqəsini soruşsa, birinci tərəfə aslı, ikinci tərəfə əsas deyəcəyik. Yox, ikinci və üçüncü növ təyin söz birləşmələri arasında uzlaşma əlaqəsini soruşsa, birinci tərəfə əsas, ikinci tərəfə aslı deyəcəyik. Bax, bu da belə. Biz dedik ki, hal şəkilçisini harda görsək, orada idarə var. Bir dənə hal şəkilçisi xəbərin üzərində olanda biz orada idarə götürməyəcəyik. Baxın, bir cümlədə harda hal şəkilçisi görsəniz, orada deyəcəksiniz ki, idarə əlaqəsi var. Hökmən idarə əlaqəsi var. Hal şəkilçisi sözü xəbərdə görəndə deyəcəyik ki, burada idarə yoxdur. Məsələn, deyirəm ki, kitab səndədir. Kitab səndədir. Burada baxın, səndə. Səndə. Də nədir? Yerli halın şəkilçisidir. Və səndədir. Kimdədir? Xəbərlikdir. Nə? Kitab. Burada dadə yerli hal şəkilçisi xəbərin üzərində olduğuna görə burada deməyəcək artıq idarə var. Deməli, hal şəkilçisini xəbərdən başqa harda, xəbərin üzərindən başqa harda görsək, orada hökmən idarə var. Bir dənə xəbərin üzərində olanda orada idarə anlayışından istifadə olunmur. Sonra yanaşma əlaqəsindən danışacaq ki, yanaşma əlaqəsində də aslı söz xüsusi bir qrammatik göstərici olmadan əsas sözə yanaşır. Məsələn, deyirik ki, qırmızı kitab. Burada kitab əsasdır, qırmızı aslı tərəfdir.
Deməli, qırmızı və kitab sözü görürsünüz, heç bir qrammatik bağlılıq olmadan bir-birinə yaxınlaşdığına görə burada deyirik ki, yanaşma əlaqəsi var. Yanaşma əlaqəsində də ox aslı tərəfdən əsas tərəfə doğru yönləndirilir. Bax, bu şəkildə. Yanaşma əlaqəsini biz görəcəyik həmcins təyinlər arasında həmcins nə idi? Biz qeyri-həmcins daha doğrusu təyinlər arasında görəcəyik, təyinlə təyin olunan arasında görəcəyik, təyinlə təyin olunanların arasında nə olacaq? Yanaşma əlaqəsi olacaq. Çünki görürsünüz, burada təyin qırmızıdır, təyin olunan nədir? Kitabdır, kitabın qırmızı olduğunu bildirir. Bunlar arasında nə əlaqəsi var? Yanaşma əlaqəsi var. Əlaqələrdən sizə əsas düşəcək olan uzlaşma əlaqəsidir. Uzlaşma əlaqəsindən kifayət qədər danışdıq və yekun olaraq videonun sonunda bir daha danışmaq istəyirəm. Deməli, uzlaşma əlaqəsi harda olacaq? Biz cümlə özlərinə keçəcəyik, cümləni keçəcəyik və yaxud söz birləşmələrini keçdik. Uzlaşma əlaqəsini axtaracağıq mübtədə xəbər arasında, yəni cümləni təhlil edirik. Gəlin bir cümlə yazım onun üzərində. Deyək, mən məktəbin həyətini çox sevirəm. Sadə bir cümlə yazdım. Nə edirəm? Sevirəm. Kim mən? Mən nəyi sevirəm? Məktəbin həyətini. Nə qədər? Çox. Uşaqlar, gəlin baxaq görək, burada neçə uzlaşma əlaqəsi var. Bu cümlədə deyir, uzlaşma əlaqəsini tap. Baxıram. Xəbər və mübtədə var. Deməli, burada neçə uzlaşma? Bir uzlaşma əlaqəsi var, götürdük. Bir uzlaşma. Nəyə əsasən? Xəbər və mübtədəyə görə. Yəni, mən sevirəm. Mən sevirəm. Bunlar arasında bir uzlaşma var. Sevirəm xəbərdir, mən mübtədədir. Burada deməli, mən əsas tərəfdir. Çünki uzlaşmada bütün söz birləşmələrində ikinci tərəf əsas olurdu, birinci aslı olurdu. Bir dənə uzlaşma əlaqəsidir ki, birinci tərəfə əsas deyirik, ikinci tərəfə aslı deyirik. Və burada ox necə göstəriləcək? Aslıdan əsasa doğru. Bir uzlaşma əlaqəmiz buradadır. Məktəbin həyəti neçənci növ ismi birləşmədir? Üçüncü növ ismi birləşmədir. Üçüncü və ikinci növ ismi birləşmələr arasında hansı əlaqə var idi? Həm idarə, həm uzlaşma. Deməli, bir idarə və bir uzlaşma da, bir idarə, bir uzlaşma da harada var? Məktəbin həyəti söz birləşməsində var. Deməli, bu cümlədə neçə uzlaşma əlaqəsi oldu? Uşaqlar, 2 uzlaşma, bir idarə və bir də çox sevirəm. Nə qədər çox sevirəm. Görürsünüz, çox və sevirəm sözləri xüsusi bir göstərici olmadan bir-birinə yaxınlaşdığına görə burada da bir yanaşma əlaqəsi oldu. Bu da belə.